Hədəsə sana. Bilirsiniz ki, tam 7 ildir. Artıq xəstəliklə mübarizə aparıram və axırıncı yoxlamalardan sonra kompüter tomoqrafiyası, MRT və sinteqrafiya, sümük yoxlamasından sonra Sevinç xanım Yaspərli müzakirə etdik bir yerdə və dedi ki, artıq həyatına belə deyək, davam edə bilərsən, enzalutamid qəbul edirəm, bir də Lazateks deyək, hormonal iynə vuraraq. Dünən deməli, radioterapiya şöbəsində də oldum. İmrə xanım Nəbizadə də baxdı və hər şey normal olduğunu dedi. Şifa artıq lazım olmadığını, amma yenə də həkim nəzarətində qalmağı məsləhət görərək həyatına davam etməyi tövsiyə etdi. Yəni bu, o deməkdir, bir remisiya dövrünə qədəm qoyduq. İndi neçə ildir bilmirəm. İnşallah bir daha lazım olmaz o kimyoterapiyalara qayıtmaq. Hər şey normaldır, hər şey yaxşıdır, özüm yaxşı hiss edirəm və sevinirəm əlbəttə və bütün xəstələrə şəfa diləyirəm. İnşallah hamı qələbə salar, xərçəng üzərində hamı xərçəngə qalib olar. Amma qələbə o demək deyil ki, xərçəngi yaddan çıxarıb onu belə deyək, nəzarətdən çıxardasan, həmişə nəzarətdə saxlayaraq həyatımıza davam inşallah. Oldu, çox sağ olun, özlə müğayət olun, xəstələnməyin.